Suriyada Türkiyə faktoru əsasdır. Məhz Türkiyədə Amerika Birləşmiş Ştatları ilə koordinasiyalı çalışır. Səudiyyə Ərəbistanında Suriya prezidenti Əhməd Şara ilə Trampın da görüşü məhz Suriya prezidentinin beynəlxalq legitimliyinin tanınması, Suriyaya qarşı sanksiyaların aradan qaldırılması və Suriyanın ərazi bütövlüyünün suverenliyinin təminatçısı bir prosesidir və cənab Erdoğan da həmin bir görüşdə onlaynda iştirak edir. Yəni göründüyü kimi Suriya ilə bağlı Amerika Birləşmiş Ştatları prezidentinin də artıq aydın mövqeyi var. Sanksiyalarda aradan qaldırılır. Lakin Suriyada bəli, daxili problemlər var. Ələvilərə qarşı Suriya hökumətinin siyasəti birmənalı deyil. Onlara qarşı məzhəb siyasəti həyata keçirilir, bu faktdır. Druzlarla da bağlı məsələ deməzdim ki, problemdir. Druzlar ələvilərə baxanda Suriyanın siyasi proseslərinin inteqrasiya olub. Düzdür, ələvilər Bəşər Əsədin dövründə hakimiyyətdə idi, daha sonra imtiyazlara malik idi. İndi təbii ki, yeni Suriya hökuməti onlardan bir növ qisas alır. Həmçinin İran bu faktordan istifadə edərək Suriyada aradan qarışdırmaq istəyir, xalqı sürükləmək istəyir. Bilirsiniz ki, ələvilərin yaşadığı ərazidə 2 ay öncə çox böyük silahlı qarşıdurma oldu. Vətəndaş müharibəsini gətirib çıxarılırdı. İsrailin Druzlara hərbi dəstəyi və Druzların silahlanması, yenidən toqquşmaları gətirib çıxartdı. Və Suriya şimal şərqində Kürdlər, YPG terror təşkilatının fəaliyyəti. Yəni göründüyü kimi Amerika Birləşmiş Ştatları da Suriyaya sanksiyaları qaldırırsa və bura investisiya qoyursa, sabit bir Suriya görmək istəyir. Mən belə düşünürəm Donald Trump administrasiyası. Çünki Donald Trump administrasiyası daha çox ticari sövdələşmələrə, daha çox sabitliyə önəm verərək ticari və investisiya əlaqələrində maraqlıdır. Təbii ki, Suriyanın yeni hökumətindən də bir ciddi şəkildə bu mesajdır ki, Druzlarla bağlı, Ələvilərlə bağlı, həmçinin Kürdlərlə bağlı çox incə siyasət aparmalısan, sabitliyi qorumalısan, bütün Suriyanın bütövlüyü naminə hamı Suriyalı kimi kontekstdə yanaşmalısın. Mən düşünürəm ki, ABŞ-ın siyasəti, indiki administrasiya siyasəti bundan ibarətdir və təbii ki, bu siyasətlə Suriyada da öz siyasi və iqtisadi varlığını artırmağa çalışır. Və təbii ki, Türkiyə bu proseslərdə də aktivdir. Türkiyənin də məhz maraqlarına uyğundur ki, Suriyada vətəndaş müharibəsi olmasın, xaos, anarxiya yenidən yaşanmasın. Druzlarla və Ələvilərlə bağlı məsələ normallaşma prosesinə geçsin. Həmçinin Türkiyənin də əsas narahat edən faktor şimal-şərqi Suriyada PYD, YPG, Kürt terror təşkilatlarının silahını buraxması, həmçinin Suriya ordusunun inteqrasiyası, ümumiyyətlə vətəndaş müharibəsindən çəkilməsidir. Təbii ki, bu məsələləri Amerika Birləşmiş Ştatları Türkiyə ilə koordinasiyalı şəkildə aparır. Rubio'nun konqresdə bu kimi fikirləri təbii ki, Amerika Birləşmiş Ştatlarının Suriya barədə yeni bir siyasət içində dəyərləndirmək var. Yəni, Amerika Birləşmiş Ştatları Suriyanı sabit bir təhlükəsiz şəkildə görmək istəyir və bu əlbəttə ki, Suriyada maraqlarına uyğundur. Amma regionda Amerika Birləşmiş Ştatlarının təbii müttəfiqi, ikinci ABŞ olan regionda İsrailin indiki administrasiyasını çox ciddi narahat edir. Mən düşünürəm ki, Rubio'nun, dövlət katibi Rubio'nun bu mesajından Suriya hökuməti ciddi nəticələr götürməlidir. Yəni, həmçinin Əhməd Şara administrasiyası ona tabi olan silahlı qruplara, həmçinin orduya ciddi nəzarət etməli və təlimat verməlidir ki, Druzlarla bağlı, Ələvilərlə bağlı onlara qarşı hər hansı bir diskriminasiya,
məzhəbsəl bir baxışa son qoymalıdır. Çünki bu çox həssas bir məqamdır. Bundan İran da istifadə edir, İsrail də istifadə edir. Məsələ nəticədə Suriya bütövlüyünü təkdir, vətəndaş müharibəsinə gəlir. Düşünürəm ki, Əhməd Şaraya bu qədər dəstək olur. Amerika dünyanın süper güclü bir dövlət başçısı. Suriya vaxtı ilə bir neçə il bundan əvvəl başına 10 milyon dollar qoyulan bir terrorçunu prezident kimi artıq qəbul edir. Onunla görüşür. Həmin onun rəhbəri olduğu dövlətə sanksiyaları aradan qaldıracağını deyir. Təbii ki, bu böyük bir jestdir, bu böyük bir etimaddır. Təbii ki, dediyimiz kimi Türkiyənin də faktör burada danılmazdır. Yəni, Suriya yeni hökuməti çox ciddi şəkildə nəticələr götürməlidir və eyforiyaya qapılmamalıdır. Bilməlidir ki, investisiyaların gəlməsi, sanksiyaların aradan qaldırılması heç də onların Suriyada Ələviləri, Duruzları və digər türkmənləri, digər etnik qurumları sıxışdırmasına gətirib çıxaracaq. Amerika Birləşmiş Ştatları da ya Türkiyədə buna göz yumacaq. Xeyr, belə deyil. Sabahları Əhməd Şara yoxdursa, B variantı var. Onsuz da Amerika Birləşmiş Ştatları Suriyanı Türkiyənin bir növ onunla Suriyada işləməyə hazırdır. Və hesab edirəm ki, Suriyada həssas bir dönəmdən keçir bu hökumət. Təbii ki, Türkiyə faktoru varsa, Türkiyə imkan verməyəcək ki, orada proseslər daha da ciddi, mənfi nəticələrə gətirib çıxarsın. Düzdür, Rusiyada Ələvilərə çox ciddi dəstək verməyə çalışır. Həmçinin İran tərəfi də onları da gözləmə mövqeyindədir. Xüsusilə Rusiya Bəşər Əsədin dayısı oğlunun üzərində dayanır. Onda müəyyən Ələvilərin içində dəstəkləyən qrupları var. Duruzlar da heç də Suriyanın cənubunda, Dara vilayətində, Qolan Təpələri vilayətində dayanıblar. Onların da arxasında İsrail dayanır. Yəni, düşünürəm ki, Suriya hökuməti ağıllı bir siyasət aparsa, Suriyanın Türkiyə ilə birgə işləsə, Türkiyəyə xəyanət olunmasın. Çünki biz bilirik ki, ərəblər daima Türkiyə xəyanət edir. Bu tarixi faktdır və əgər Türkiyə ilə eyni siyasəti koordinasiya etsələr, Suriyada sabitlik, təhlükəsizlik və suverenliyin qorunması mütləq olacaq. Əgər Türkiyə arxa çevrilsə, düşünürəm ki, Suriya bölünəcək. Duruzlar yaşadığı ərazilərdə bir muxtariyyət ola bilər, Ələvilərin yaşadığı ərazilərdə bir muxtariyyət olar. Onsuz kütlər orada qeyri-qanuni özlərini muxtariyyət hesab edirlər. Sabahları gəlirlər ki, üzr istəyirəm, müstəqil də ola bilər. Yəni, Suriya demək olmaz ki, indi tam sabitdir, təhlükəsizdir. Yəni, barıq çəllər, bir qığılcım lazımdır. Orada sabitlik pozulsun, yenidən silahlar işə düşsün. Təbii ki, bu da məlum məsələdir ki, bu bəyanatı Rubio'nun məhz konqresdə səsləndirməsi, elə sizin az öncə qeyd etdiyiniz kimi artıq ora bir investisiya axınını həyata keçirmə və təbiidir ki, bu minvalla da özlərinin strateji maraqlarını icra etmə hədəflərindən irəli gələn prosesdir və buna da konqresi razılaşdırırlar. Bizə məlumdur ən azından Amerikadakı siyasi sistem, struktur, çünki bu maliyyə məsələlərində konqresin ciddi razılığı olmalıdır ki, qərarlar da rahat şəkildə verilmiş olsun. Məsələnin siyasi tərəfinə bir də baxmış olaq, söhbət İsrail ilə bağlı olan münasibətlərdən gedir. Son dönəmlərdə xüsusən bir gərginlik fonunun yaşandığını biz müşahidə edə bilirik. Hətta Trump'ın birinci dönəmi ilə müqayisədə tamamilə bir U dönüşü olaraq belə bir başlıqda da beynəlxalq gündəmdə Trump'ın İsrailə yönəlik siyasətinin, yaxın şərqə yönəlik, ərəb dövlətlərinə yönəlik yanaşmasının, ritorikasının dəyişdiyi belə bir başlıq altında verilməkdədir. Siz necə dəyərləndirirsiniz? Bax, Suriyada da az öncə Duruzlarla bağlı məsələni qeyd etmiş oldunuz. Bizə də məlumdur ki, İsrail faktoru bu qruplaşmalar üzərindən Suriyada necə
dəyişikliklərə gətirib çıxara bilər. Yəni İsrailin təhriki ilə duruzların aktivləşdirilməsi prosesini zaman-zaman biz görə bilirik. Ola bilərmi ki, bir mesaj da həm də subliminal olaraq İsrailə yönləndirilmiş olsun ki, yaxın perspektivdə İsrailin müdaxiləsi ilə belə bir qarışıqlıq yaşana bilər? Təbii ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump yaxın şərq turnesi çərçivəsində İsrailə getmədi. Amma baxmayaraq ki, İsrailə həmişə baş prezidentlər yaxın şərqə səfər edəndə ilk səfər İsrail oldu. Çünki İsrailin baş naziri Benjamin Netanyahu'nun tutduğu xətt Donald Trump'ın regionda həyata keçirdiyi siyasətlə üst-üstə düşmür. Və əgər Benjamin Netanyahu'nun siyasi xəttinə dəstək versəydi Donald Trump, bu günləri Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə 1,2 trilyon dollardan çox müqavilələr imzalamazdı. Donald Trump'a Amerikaya pul lazımdır. Donald Trump administrasiyasına Benjamin Netanyahu'nun apardığı müharibə lazım deyil. Müharibə puldur, əlavə xərclərdir. ABŞ-ın regionda mövqeyini sarsıda bilər. Məhz Donald Trump da çox obyektiv, ağıllı davranaraq Benjamin Netanyahu yox, təbii ki, trilyon dolları seçdi. Və bu Amerika Birləşmiş Ştatlarını da razı saldı, region ölkələrini də razı saldı, İsrail çıxmaq şərti ilə, həm də Əhməd Şaranın tanınmasını gətirib çıxardı. Bir növ Suriyanın yeni prezidenti Əhməd Şaranı pulla tanıtdırdılar Trump'a. Bir növ 1,2 milyon dollar, trilyon dollar verməklə Əhməd Şaranın da legitimliyi Amerika tərəfindən tanındı. Təbii ki, bu siyasətdir. Siyasətdə bütün oyun qaydalarını da pozurlar. Oyun qaydaları var. İsrailin baş naziri Benjamin Netanyahu həyata keçirdiyi siyasət təbii ki, ABŞ-ın region siyasətinə ziddir. ABŞ-İran danışıqları gedir, nüvə danışıqları, İsrail bunu bəyənmir, deyir ki, mən İranı vuracam. Bu da Trump administrasiyasını narahat edir. Həmçinin Suriyanı investisiya qoymağa çalışır. Amerika Birləşmiş Ştatları bəli, düz subliminal mesajları İsrailə, Suriyaya girməyəcəksən, onlardan, duruzlardan proksi qüvvəsi kimi istifadə etməyəcəksən. Çünki artıq ABŞ Suriya siyasətini dəyişir. Ərəb dövlətləri, Səudiyyə Ərəbistanı və Ərəb Körfəz ölkələri 1 trilyon dollardan çox Trump'a vermir ki, İsrailə sabahlar yenidən Suriya yönəlsinlər. Həmçinin Qətərdən Suriyadan keçməklə qaz kəməri çəkiləcək. Yəni, əsas məsələ budur. Təbii ki, İsrail də buna razı deyil. Və həmçinin bu günləri Qətər Suriya xarici borclarını ödəyib, Suriya hökumətinin üzvlərinin maaşlarını verir. Bunu da təbii ki, Donald Trump'ı qane edən əsas faktordur. Yəni, bu günləri yaxın şərq siyasətində administrasiyasının İsrail hökumətinin siyasəti ilə ziddiyyətlidir. Həm İran məsələsində, həm Husilər məsələsində, həmçinin Qəzza məsələsi, Suriya məsələsində. Düzdür, Qəzza məsələsi biraz polemik adı tamam ayrı mövzuda, amma xüsusilə Suriya məsələsində artıq Amerika Birləşmiş Ştatları Benjamin Netanyahu'ya çatdırıb ki, mesaj verir ki, Suriyaya toxunmursan, mən orada investisiyalar yatıracam. Bilirsiniz ki, kifayət qədər neft yataqları var orada. Və da ABŞ maraqlarına uyğundur. Və düşünürəm ki, İsrail bundan nəticə çıxardacaq. Suriyada duruzlardan proksi qüvvə kimi istifadə etməyəcək.